Sizi Xocalıdan salamlayıram. Bəli, 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Məhz zaman keçdikcə tarixin səhifələri erməni vəhşiliklərinin yeni faktlarını üzə çıxarır. Üzərindən 100 ildən çox vaxt keçsə də 31 mart Azərbaycanlıların soyqırımı hadisələri miqyasına və amansızlığına görə yaddaşlarda qalır. 1918-ci ilin mart-aprel aylarında Daşnak Bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə, eləcə də Qarabağ daxil olmaqla geniş coğrafiyada kütləvi qırğınlar törədib və 70 mindən çox insan qətlə yetirilib. Yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılıb və minlərlə ailə öz yurdlarından didərgin salınıb. Bu hadisələr təkcə bir dövrün faciəsi kimi qalmır və sonraki mərhələlərdə də davam edir. 1992-ci ilin fevralında Xocalı soyqırımı zamanı Xocalıda 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilir. Bugünsə vəziyyət tam fərqlidir. 2020-ci ildə baş verən Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Xocalı da daxil olmaqla ölkə ərazisində suverenlik tam bərpa olunub. Bugün Xocalıda doğma sakinlər yaşayırlar. Onlar öz əzəli torpaqlarında əbədi məskunlaşıblar və arxa fonda da görürsünüz, elə Xocalı öz sakinlərinin əlləri ilə yenidən qurulur, yenidən dirçəlir. Və burada hər gün fasiləsiz yenidən qurma işləri davam etdirilir. Bizim isə çatdırmaq istədiklərimiz bu saata bunlardan ibarət idi. Buyurun, söz studiyadadır.